Oktay müəllim, mən istərdim ki, o bizim süjetdə yaranmış birinci suala siz öz münasibətinizi bildirəsiniz. Mən əvvəl deyim ki, biraz təəccübləndim, biraz da xoş əhval oldum ki, böyük dahimiz Şah İsmail'i yada düşüb. Bu məni doğrudan bilmirəm nə cür olub bu, amma çox unudulmuşdu. Baxmayırıq o heykəl qoyulandan sonra cəmaat arasında Şah İsmail xətayı kimi tanınır. Şah İsmail o xətayı bilən bilmir ki, o Şah İsmaildir, eyni şəxsiyyətdir. Mən əmin oldum ki, Şah İsmail'i xalqımız pis tanıyır, tanımır ya da çox ona şübhə ilə yanaşır. Siz dediniz ki, Şah İsmail haqqında mənim məsələ ürəyim doludur, bilmirəm nədən danışım. Onun üçün icazə verin, elə o giriş söz bir-iki kəlmə deyim. Yəni Şah İsmail'i mən Şah İsmail'də kimi görürəm? Bütün ömrümü mən Şah İsmail'i və Səfəvilər dövlətinin tarixini həsr eləmişim. Bu sayədə yazılarım var, bilən bilir, bilməyən bilmir. Şah İsmail'i mən hesab edirəm ki, bizim tariximizdə Azərbaycan, Azəri, Türki kimi, onu mən xüsusi vurğulayıram. Bir şəxsiyyət var ki, o da Şah İsmail'dir ki, bütün deməli Azərbaycan xalqımızın bütün o xüsusiyyətlərini, yəni birinci dövlətçilik, qəhrəmanlıq, mədəniyyət sahəsini, bir mədəni xadim kimi, şair kimi, bütün bu xüsusiyyətləri öz şəxsiyyətində təcəzzüm etdirir. Onun üçün bizim xalqımızın məncə birinci Şah İsmail, xətayı demirəm, Şah İsmail, Səfəvi, bu elə belə gəlməyib. Bu nəslin 300-400 il tarixi var. O başqa məsələ. Yəni bu şəxsiyyət Azərbaycan tarixində elə təsadüf şəxsiyyət deyil, onu demək istəyirəm. Eyni zamanda dahidir. Və bizim deyəndə ki, Şah İsmail gəlirlər. Şah İsmail yəni Azərbaycan Türkiye. Azərbaycan Türkiye yəni Şah İsmail. Bizi Şah İsmail'lə tanımalıdırlar. Çünki Şah İsmail'ə... Amma mən istəyirəm ki, müzakirəmizə başlayaq. Çox gözəl giriş. Çox sağ olun. Çox sağ olun. Mən çox xoşuma gəldi bu giriş.